Bir dostumuza sual vermişdim ki, evinin qapısını kim açırsan, yəni Şamildən söhbət gedir. Bizim Şamil Rıza bizim ortaq dostumuzdur həm də. Onun cavabı biraz intriqa yaratdı və mən elə həmən sualı sənə də vermək istəyirəm. Kimlərə açırsan evinin qapısını? Mənim evimə gələn, saf niyyətli, ürəklə gələn hər kəsə mənim qapım açıq. Yəni, əgər mən, ümumiyyətlə, Şamil mənim dostumdur, onun, belə deyim də, fikrinə hörmətlə yanaşmaq borcumdur. Amma mən o fikirdən razı deyim. Çünki niyə? Yəni, mənim evimə subay da gəlsə, əgər o mənim evimə buraxacaq qədər inamlı adamdırsa, onun subay və yaxud da evli olmasının heç bir fərqi yoxdur. Yəni, o mənim etibarımdan keçib ki, o mənim evimə gəlir. Mən belə düşünürəm. Yəni, necə deyim? Yəni, mən necə düşünə bilərəm ki, kimsə mənim evimə gələcək, o subaydır deyə mənim ailəmə göz qoyacaq. Mən sizə bir söz deyim, elə evli o qədər alçaqlar var ki, insanın ailəsinə göz qoyurlar. Yəni, onun nə ədiyyatı var ki? Yəni, o cürə düşünə bilmərik. Qanın südü xarab olan. Bəli, əlbəttə, əgər bunun südü xarabdırsa, evli oldu neynəsin, evsiz oldu neynəsin. Düzdürmü?